Salamlar dostlar. Bu Alexander Tkachenko'dur və bu videoda sizə Royal Hook'da video reklamların necə isə salınacağını göstərəcəyəm. Bunu etmək üçün reklam verən bölməsinə, reklam bölməsinə gedirik. Burada video reklam var. Banner kontekstli reklamı kimi burada da hər şey oxşardır. Burada uyğun olaraq 28 simvolluq başlıq yazırıq, YouTube videosunun linkini əlavə edirik. Video həm sağuli, həm də ufuqu ola bilər, fərqi yoxdur. Sonra isə trafiki yönləndirdiyimiz linki əlavə edilir. Mən Telegram botuna link əlavə etdim. Məndə xüsusi linklər var, onlar teqlər təyin edəcək və mən konversiyanı izləyə biləcəyəm. Yəni, məhz bu elan üçün xüsusi linkdən istifadə edirəm. Sonra burada saytınızın qısa təsvirini yazırıq. Maksimum 60 simvol olmalıdır. Yəni, burada hansısa vurğu edə, maraq oyada və ya başqa bir şey yaza bilərsiniz. Bəli, bu mətin insan videonu izləyərkən səhifədə görünəcək. Mən yazdım, Copy Trading'dən qazan keç düyməsinə bas. Orada keç düyməsi olacaq və həmin link də oraya yerləşdiriləcək. Burada isə seçirik ki, videonun necə saniyə davam etməsini istəyirik. 20 saniyə, 30 saniyə, 1 dəqiqə və s. Vaxt nə qədər çox olsa, qiymət də bir o qədər baha olur. Mən 30 saniyəni seçirəm. Çünki videom 45 saniyə davam edir. 30 saniyəni insan mütləq izləyəcək və sonra o bunu bağlamağa hazırlasana qədər 15 saniyə də keçir. Artıq orada 5 saniyə, bəlkə də daha çox vaxt gedir. Ona görə də əsas məqam bu 35 saniyədədir. Mənim videomda da məhz bu hissəyə diqqət yetirilir. Və uyğun olaraq, əgər insana maraqlı olsa, o həmin 15 saniyəni də çox güman ki, axıra qədər izləyəcək və düyməyə keçid edəcək. Davam edək. Yəni, mütləq deyil ki, video seçdiyiniz saniyə qədər dəqiq davam etsin. Sizdə video nəzəri olaraq 1 saat da davam edə bilər. Amma siz diqqəti cəlb etmək üçün nə qədər saniyə lazımdırsa, onu seçirsiniz. Amma əsas diqqət çəkici məqamınız, yəni bu videoda insanı nə ilə cəlb edəcəksinizsə, o seçdiyiniz saniyə aralığında yerləşməsi məsləhətdir. Mənə isə 30 saniyə lazımdır. Məhz bu video üçün 20 saniyə mənə azdır. Sonra bəlkə 20 saniyədə video çəkərəm, daha qısa danışaram, diqqət çəkici hissəni tez edərəm. Amma indi məndə vəziyyət belədir. Davam edək. İstifadəciyə göstərilmə tezliyini saatda 1, gündə 1 ya da 3 gündə 1 kimi təyin edə bilərsiniz. Mən özümə uyğun olaraq 3 gündə 1 qoyacağım. Avtomatik balans artırma funksiyasını qoşmaq olar. Yəni balansınız 1 dollardan az olanda avtomatik olaraq 5 dollar artırılacaq. Bu məbləğ reklam balansınızdan çıxılacaq. Əgər reklam balansında pul yoxdursa, digər balanslardan növbə ilə tutulacaq. Yəni bu xanaya isara qoyuruq, əgər basa düşürüksə ki, bu nə deməkdir və bununla razıyıqsa. Bax belə. Yəni, əgər siz elan yerləşdirirsinizsə və balansınızda böyük bir məbləğ varsa, basa düşmək lazımdır ki, reklamınız kifayət qədər tez xərclənə bilər və buna uyğun olaraq pulunuz çıxıla bilər. Ona görə də, əgər nəzarət etmək istəyirsinizsə, məbləği burada yazın və nəzarətdə saxlayın. Əgər hər şeyə nəzarət edirsinizsə, isarəni qoya bilərsiniz, balansdan daim pul çıxılacaq, yəni hər dəfə 5 dollar artırılacaq. Sonra burada OK-ni və ya OK-ləri seçə bilər. Bəli, yəni burada müxtəlif OK-ləri seçmək olar. Mən buna indi etməyəcəyəm. Mən bütün OK-ləri seçmək istəyirəm. Səhəri yazmaq, cinsi seçmək, maraqları seçmək olar. Bu maraqlarla bağlı da eksperiment aparacağıq, amma bu mərhələdə hər şeyi əhatə etmək mümkün deyil. Ona görə də mən bu hədəfləmə üzrə göstərəcəyəm. Mən 1000 baxşəsi hamı üçün, tamamilə hamı üçün başladacağam. Sonra növbəti elanı matrisada biznes yeri olan hər kəsə, daha bir elanı isə yalnız partnyor rütbəsi olanlara göstərəcəyəm. Yəni bu da yeni free-dir, amma o ən azı 10 nəfəri dəvət edib və free statusu alıb. Yəni bu aktiv free-dir, yəni ən azı 10 nəfəri dəvət edən şəxsdir və buna görə də o bu baxımdan daha dəyərli və daha faydalıdır. Mən uç bərabər reklam başlatmaq və statistikaya baxmaq istəyirəm. Çünki hər reklam üçün ayrıca linkim var. Baxıb öz nəticəmi çıxaracağam ki, hansı auditoriya mənə daha çox fayda gətirdi. Deyək ki, bəli. Gəlin davam edək. Bəli, artıq 1000 baxış sayına daxil oluşam. Yəni, burada video reklamın dəyərini görürük. Bəli, yəni burada nə qədər dollar ödədiyimizi görürük. Burada qiyməti görürük, bəli. Məsələn, 20 saniyəlik videolar üçün bir baxışa 2 sent ödeyirik. 30 saniyəliklərə 30 sent, 1 dəqiqəyə 6 sent və s. O biri tərəfdə isə uyğun olaraq insan 10 və ya 20% daha azalacaq. Bu ondan asılıdır ki, əgər o pulsuz istifadə edirsə, 20% fərq olacaq. Əgər bu şəxs tərəfdaşdırsa və ya biznes yeri varsa, eyni iş üçün 10% daha çox qazanır və beləliklə o burada göstərilən məbləğdən cəmi 10% az alacaq. Yəni burada yazılan məbləğdən. Beləliklə sadəcə yazıram ki, 100 baxış cəmi $100-dır. Yəni $100 100 nəfər videonuzu 30 saniyə izləyəcək, belə çıxır.
Əgər mən 20 saniyəlik video seçsəydim, bu uc dollar yox, 2 dollar olardı. Mən 1000 baks seçəcəyəm, minlikləri geri çəkəcək. Beləliklə, ümumilikdə 3000 baks alacağam və artıq statistikaya görə nəsə basa düşəcəyəm. Düşünürəm ki, 100 baxış yenə də azdır. Gəlin davam edək. Hər baxış üçün 30 saniyə, uzunluğu 1000 baxış üçün 30 dollar. Yarat düyməsini klikləyəm, yana da odur. İndi isə onun necə göründüyünü gördük, bəli. Yəni, burada başlığı YouTube-a keçidi görürük, əslində isə başlıq təsvir buradadır. İndiyə qədər gördüyümüz təəssüratların sayı sıfırdır, çünki o yeni yaradılıb. Qalan baxış sayı və status göstərilir. Hazırda status aktivdir, istəsək deaktiv edə bilərik. Yəni, neysə bizi qane etmirsə, qərara gəlirik ki, kreativimiz düzgün deyil, səhv etmişik və ya başqa bir səbəb var. Yəni, dərhal sondur düyməsini basırıq, redaktə edə, silə və ya yenidən redaktə edə bilərik. Yəni, əgər bir şey səhvdirsə və nəyəsə dəyişdirmək istəyiriksə, onu sondururuq, redaktə edirik və əslində deyək ki, bütün qarşılıqlı əlaqələrimizi, bəli, edirik. Gəlin davam edək. Yarat düyməsini klikləyirəm. Eyni şeyi burada kopyalayacağam. Yarat düyməsini basıram və dərhal adını daxil edirəm. İndi mənə bir link lazımdır. YouTube-a keçidi oxuyun. Buraya gəlirik, YouTube linkini kopyalayırıq. Burada məndə belə bir sağquli video var, o 45 saniyədir. Telefon ucun sağquli format düşünürəm ki, bu baxımdan çox sərfəli olacaq, çünki şəkil daha boyudur. Müvafiq olaraq gördüyünüz kimi mən həm də videonu montaj etmişəm, yəni deyilənləri mətndən də əlavə etmişəm. Yəni, əgər bir şəxs orada çətin bir şey edirsə, səsi sakit olacaq və ya sondurulacaq. Sonra isə mətn yenə də onun üzərinə yazılacaq. Üstəlik, yeri gəlmişkən İngilis, İspan və ya başqa bir dil əlavə edə bilərsiniz. Yəni, paralel olaraq, bəli, yəni fərqli auditoriyaları, fərqli ölkələri hədəfləyirsinizsə, yəni bu da yaxşı bir seçimdir. Və ya dərhal tətbiq edə bilərsiniz. Görürsünüz, burada prinsipsə yalnız bir sətir var, bəli. Orada, məsələn, Rus, İngilis, İspan dillərində üst-üstə düşə bilərsiniz. Yəni, ən azı uc dil asanlıqla üst-üstə düşə bilər və, məsələn, çoxdilli format olacaq. Gəlin davam edək. Budur, daxil etdiyim link. Trafikin haradan boşaldılacağına keçik. İndi hər şeyi hazırlamısan. Bax, etiketlərim var. Budur, bu linki götürür. İkinci isə yerinin etiketi artıq özüm üçün imzalamısın. Yəni, bu biznes yeri olan bir auditoriyaya reklam olacaq. Təsvir, baxış müddəti eyni 30 saniyədir. Hər şeyi eyni seçəcəyəm. 3 gündən tez olmayacaq şəkildə qoyacağam. Ölkə, səhər, cins, maraqları seçməyəcəyəm. Hazırda biznes yeri aktiv olan hər kəsə göstərməyi seçirəm. Yenə 1000 baxış. Yenə məndən 30 dollar tutulacaq. Elan yarat düyməsini sıxa. Beləliklə, görürük ki, artıq əvvəlki verdiyim elan 35 baxış toplayıb, düzdür? Və 965 qalib. Yəni, bu müddət ərzində onu artıq 35 nəfər izləyib. İndi isə gəlin birlikdə davam edək və tamamilə yeni bir uncad yaradaq. YouTube-a keçid edə bilərsiniz. Artıq keçidin olduğu bota keçik. Yəni, mənim linklərim fayvlidir. Mən də sizə statistika tövsiyə edirəm ki, bəzi linkləri basa düşsə və istifadə edə biləsiniz. Birbaşa Telegram satını və ya kanalına paylaşım edirsiniz. Yəni, orada da dəvət linkləri var və onların ayrıca statistikası mövcuddur. Həmçinin sizə statistika verən, göstərən aralığı linklərdən də istifadə etmək olar. Təbii ki, hər kəsin özünün ayrıca variantları da. Təsvir. Yenə də 30 saniyə var. İndi artıq partnyor rütbəsi olanlara göstərəcəyik. Burada da eyni 1000 nəfər, eyni 30 dollar. Aralı yarat düyməsini sıxar. Mən aralığı seçməyi unutdum. Baxın, yaxşı ki, sistem bizə göstərir. Göstərmək üçün 3 gün seçirəm. Yəni, bəzən hansısa səhv buraxırıq və sistem bizə bildirir ki, nəysə nəzərdən qaçırmışıq. Yəni, səhvi görürük, sadəcə gedib doldururuq. Artıq görürük ki, birinci elan üzrə 52 baxış olub, ikinci elan üzrə isə 11 baxış olub. İndi bu da artıq baxılmağa başlayacaq. Yeri gəlmişkən, indi diqqət yetirəcəm ki, hansı kateqoriyalar daha tez baxılır və uyğun olaraq nəticələri də sonra təhlil edəcəm. Bax, əsasən hər şey bu qədər. Analitikadan istifadə edin, reklama ağılla yanaşın, kreativləri düzgün hazırlayın. Bəli, tənbəllik etməyin. İndi süni intellekt sizə metin yaza bilər. Ona necə saniyə desəniz, məhz sizin biznesiniz üçün həmin qədər saniyəlik məlumat verəcək. Bunu sadəcə danışsa da bilərsiniz, ya da elə həmin süni intellektdə hansısa video kreativ yaza bilərsiniz. Yəni, variantlar çoxdur. Bu barədə ayrıca bir video çəkəcəyik. Düşünürəm ki, bu çox yaxşı və keyfiyyətli trafik olacaq, çünki burada hazırda böyük auditoriya var. Bugün olan məlumata görə artıq 37 mindən çox insan var və hər gün 1000 nəfərdən çox qeydiyyatdan keçir. Ona görə də siz bu videoya baxanda bəlkə də artıq 100 min ya da 1 milyon insan olar, bilmirəm.
Amma buna baxmayaraq, bu biznes maraqları olan keyfiyyətli auditoriyadır. Yəni bura gələn insanlar pul qazanmaq üçün gəliblər. Düşünürəm ki, belə insanlar hər kəsə və istənilən biznesə lazımdır. Ona görə də sizə böyük komanda, böyük dövriyyə və böyük satışlar arzulayıram. Və növbəti videoda görüşənlik.